Salam dostlar, sabahınız xeyir. Bugün də bir gün, bir funksiya seriyamıza davam edirik. Bugün də sizə keçəcəyim iki funksiya var. Bənzər funksiyalardan, amma tam bənzər deyil. Biri trim, digəri clean. Və bəzi nüanslar var formlarda işlətdiyimiz, onu da sizə qeyd edəcəyim. Bəzən belə olur ki, əsasən təcrübəsiz əməkdaşlar və yaxud da təcrübəyə gələn universitet tələbələri bunu əgər ad familya olaraq götürsək, boşluğu birindən çox qoyur. Yəni, bu misal üçün normaldır. Digərlərində ya əvvəlində, ya ortasında bir neçə qoyulubdur. Gəlin bunu, yəni bunlar eyni şey deyil. Burada 5 dənə fərqli sütun var. Bəli, o bilər məzmunu insansı olaraq eyni görürük, A, B, C və F. Amma Excel-də bu belə deyil. Daha öncə sum funksiyası keçmişdik. Sütunun cəmini verir bizə. Və indi isə sum if. Bu ucundan qulağından danışımsa ki, dərindən keçəcəyik. Amma sum if funksiyası verilən şərtlərlə cəmini tapır. 3 parametr var. Range, kriteriya və sum range. Range və kriteriya eyni sütundan eyni sütuna işləyirik. Necə göstəribsə? Range. Biz bu range seçirik. Vergül. Burada məndə vergüldür. Sizdə nöqtə vergül ola bilər. Bu çox dönəm yoxdur. Və kriteriya deyirik ki, bunu və F9 knopkasına üzr istəyirəm. Range vergül və bu. Bunu seçdikdə F9'u basanda bizə bunu verir. Sonra vergül, sonra deyirəm ki, bunu tap. Bunu dollar işarəsi burada əgər deyək sütun, yəni B sütununda sonunda varsa, bunu fixləyir. İndi necə də göstərəcəm. Baxın, belə edirəm. Baxın, B1 burada birinci parametr A1, A5 idi. İndi isə B1, B5 oldu. Dollar fix deməkdir. Əgər sütunun yanında sonundadırsa sütunu fixləyir. Əgər sətrin burada 1, 2, 3 sətirdir, sətri fixləyir. Yekun nəticə biz gördük ki 100 verir. Amma belə görəndə deyirik ki 1500'dür. Bunu təmizləmək üçün nə eləməliyik? Trim funksiyası. Teksti seçirik və A1'də heç bir dəyişiklik olmayacaq. Digərlərində olasıdır. Mən indi sum if funksiyasını sağa eləsəm, yəni burada H1'dəki sum if bu sütunda ABC F'i axtarırdı və bunu cəmləyirdi. Burada isə artıq belə deyək, buradakı A1, A5 oldu B1, B5. Çünki bunu fixləmək, amma C1'lər durdu. Bu, çox diqqət edin buna. Bunu da etməkdən ötürü fixləmək lazım olduğumuz xanaları seçirik formulanın içində və F4'ə basırıq. Bir dəfə basanda bütün sətri və sütunları fixləyir. İkinci dəfə basanda ancaq sətirləri, üçüncü dəfə isə ancaq sütunları. Ardıcıllıq indi regional olaraq dəyişə bilər. Excel'in versiyasından və s. və ilax. 1500 aldıq. Bu qədər. İndi isə sizə göstərmək istədiyim bir digər funksiya isə clean'dir. Trim ingiliscə kəsmək deməkdir, səhv etmirəmsə, clean isə təmizləmək deməkdir. Baxın, əsasən biz bəzən SQL-lərdə, bəzi başqa bir proqram formatlarından məlumat çəkəndə belə rəqəmlər yazılır. Bu əslində xətadır. Və bir xəta nüansı sizə qeyd edeyim. Bu işarə birləşdirmək deməkdir. Bu boşluq, belə deyək, 11'in sonunda olan xətadır. Yəni
Bu əslində heç çapa da getmir. Zənnim mənə Allahsa bəzi formatlarda. Amma simvol olaraq hesab edilir. Bunu necə təmizləyirik? Bunun ötü clean. Clean belə char funksiyalarını təmizləyir. Bunu fas verir çünki bu şey deyil. Neyse. Belə clean funksiyası belə işləyir. Bir də hər ehtimala sizə deyim, bunlar eyni anda da işlədilə bilər, amma bu kombinasiyanı ilk öncə trim gəlir, sonra clean. Yəni praktikada belə işlədir və sonra enteri basırıq. Yəni birinci clean işlədirik, sonra trimi. Bu günlük bu qədər. Sağ olun, sağlıqla qalın.